En kiçik ortaq bölünən nə deməkdir? Əgər biz A və B-nin əkobunu tapmaq istəyiriksə, elə bir ədəd tapmalıyıq ki, həm A-ya bölünsün, həm də B-yə bölünsün, amma ən kiçik olsun. Gəlin bunu bir misal üzərində baxaq. 48 və 42. Əkobunu tapmaq bizdən tələb olunur. Əkobu işləyərkən hər zaman ən böyük ədədə baxmaq lazımdır. Burada ən böyük ədəd hansıdır? 48. Təbii ki, ilk öncə sadə vurğularına ayırırıq. Sadə vurğularına ayırdıqdan sonra böyük ədəd kənarda olan, həmin bu qonşuda olan ədədin vurğularına baxır. Qonşuda olub özündə olmayan vurğu yanına gətirir. Yəni biz burada görürük ki, 42-nin vurğuları arasında 2, 48-də də var. 3, 48-də də var. Amma 7 48-də yoxdur. Ona görə də özündə olmayan vurğu gətirir böyüyün yanına. Yəni 7-ni. Beləliklə biz nə alırıq? 48 vurulsun 7, 336. Bu da bizim əkobumuz eləyir.